Bir asan dopamin məlum sayt beyinə sürətli dopamin verir. Bu səni real həyatda zövq almağa həvəssiz edir. Beyin rahat yolu seçdiyi üçün oraya yönəlirsən. Getdikcə real həyatda heç nə maraqlı gəlmir. Kiçik şeylərdən zövq alma qabiliyyətin zəifləyir. Hər şey sənə darıxdırıcı gəlməyə başlayır. 2. Stres və qaçış. Gündəlik stressdən və emosional boşluqdan qaçmaq üçün məlum sayta üz tutursan. Bu, problemi unutdururmuş kimi hiss etdirir. Amma nəticədə daha da pis hiss edirsən. Çünki problem hələ də qalır və sən onu sadəcə ertələyirsən. Bədən və beynin bu dövrədən çıxmaqda çətinlik çəkir. Bu da daha çox yorğunluq və ümidsizlik gətirir. 3. Adət halına gəlməsi. Tez-tez izlədikcə beynin bu davranışı vərdişə çevirir. Hər sıxıldığında avtomatik bu vərdişi işə salırsan. Sanki başqa çıxış yolu yoxmuş kimi hiss olunur. Bu dövrə qırılsa belə beynin yenidən geri dönmək istəyəcək. Səni aldadaraq bu sonuncudur deyə düşünməyə vadar edəcək. Amma hər dəfə sonrası daha ağır gələcək. 4. Sosial təcrid. Tək qalmaq və dost ətrafının olmaması insanı məlum sayta yönəldə bilər. Orada özünü qəbul olunmuş kimi hiss edirsən. Amma bu qəbul saxtadır və səni daha da tək buraxır. Əslində sosial bacarıqların zəifləyir. Gerçək insanlarla ünsiyyət çətinləşir. Bu da özünə inamı azaldır və yenidən həmin vərdişə qaytarır. 5. Daxili boşluq. Məqsədsiz və motivasiyasız həyat bu boşluğu doldurmaq üçün səni məlum sayta aparır. Orada ani rahatlıq tapsan da daxildəki boşluq qalır. Həqiqi dolğunluq yalnız məqsədlə dolu həyatla gəlir. Bu vərdiş sənə gerçək uğurlar gətirmir. Yalnız zamanını, enerjini və həyat eşqini alır. Nə qədər gec olsa da dəyişmək mümkündür. 6. Çıxış yolu var. Sən bu vərdişin əsiri deyilsən. Beynin sadəcə asan yolu seçməyə öyrəşib. İstəsən dəyişmək və özünü geri qaytarmaq mümkündür. Bu bir gecədə olmayacaq, amma mümkündür. Addım-addım irəliləmək kifayətdir. Sonda daha güclü və azad bir versiyanla qarşılaşacaqsan.